Allah bəzi vaxtlar insan ömrünə o qədər bərəkət verir ki, bir dənə əməli ilə nə qədər insanlar hidayət olur. Bir dənə sözü ilə minlərlə insanlar səhv yoldan düz yola keçir. Bir dənə hərəkəti ilə nə qədər işlər görə bilir. Bu bərəkətli ömürdür. Belə bir ömür istəmək lazımdır. Bərəkətli ömür budur ki, bəşəriyyətin əlindən tutub cənnətə aparırsan. Niyə cənnətə girsən yalnız özün? Faydalı yaşamaq. Faydalı budur ki, hara gedirsən orada bir mənəvi aura yaradırsan. Hara gedirsən orada bir insanlara faydalı nəsə bir xidmət edirsən. Cəmiyyətin əlindən tutursan. Ola bilər maddi kömək edə bilmirsən, amma sözlərinlə, danışığınla, rəftarınla, hərəkətinlə mənəvi cəhətdən elə bir kömək irəliləyirsən ki, onu həyata qaytarırsan. Faydalı, bərəkətli ömür budur və öləndən sonra da yaşayırsan.